Salam, gəlin bu gözəlliyin reseptini sizinlə də bölüşüm. Mayanı ilıq südün içərisində həll edib aktivləşdirək. Yoğurma qabına yumurta, xama, duz, şəkər tozu və yumşaq kərə yağı əlavə edib qarışdıraq. Mayalı süd qarışımını da əlavə edib un və kakaonu üzərinə əliyib orta yumşaqlıqda xəmir yoğuraq. Üzərini örtüb yarım saat dincəldək. Şirəsi üçün şəkər tozu və suyu qarışdırıb qaynadaq. Qaynayan suya bir dilim limon əlavə edib 5 dəqiqə qaynadaq. 5 dəqiqənin tamamında üzərinin parıltısı üçün qlukoza siropu və ya bal əlavə edək. 1 dəqiqədə qaynadıb soymağa qoyaq. İçliyi üçün qoz və şəkər tozunu qarışdırdım. Biraz da dişə dəyəcək böyüklükdə antep fıstığı istifadə edəcəm. Tavanı kərə yağı ilə yağlayıb hazır qoyaq. Dincəlmiş xəmiri 2 böyük, 8 kiçik hissəyə bölüb kündələyək. Böyükləri alt və üst qat üçün istifadə edəcəyik. Alt qatı yayıb listə yerləşdirib artıqları kəsək. Üzərini kərə yağı ilə yağlayıb içlikdən səpək. Üzərindən də antep fıstığı gəzdirək və bu üsulla kündələr bitənədək davam edək. Son qatı da yayıb səliqə ilə yerləşdirib artıqları kəsək. Xətkeşlə əvvəl izlərini qoyub daha sonra tam kəsək. Aralarına kərə yağı gəzdirib 180 dərəcəli sobanın alt-üst rejimində 50-55 dəqiqə bişirək. Qaynar paxlavanın üzərinə soyuq şərbətin hamısını əlavə edək. Şirəni canına tam çəkməsi üçün 1 saat gözlədib daha sonra üzərini fıstıq ovuntusu ilə bəzəyək və budur. Par-par parıldayan, dadına doyum olmayan şokoladlı paxlavalar hazırdır. Dadını sözlə ifadə edəcək kəlmələr tapmıram.